Əgər cəddi Muhammed Allahın elçisidirsə, peyğəmbərliyi haqdırsa, bəs nəyə görə Allah dualarınızı eşidib sizi ölümdən, əsarətdən qurtarmır? Axı siz peyğəmbərin övladlarısınız. Məyər İsa ibn Məryəm Allahın ona kitab verib mübarək etdiyi peyğəmbər deyildi. Bəs nəyə görə deyirsiniz ki, o dara çəkildi? Nəyə görə Rafael, Yohan və başqaları İsa'nın yaxın tərəfdarları olduqları halda zülmkarlar tərəfindən öldürüldülər? Əgər bir müsəlman başqasına zülm etsə, onun cəzası nə olur? Zalimin yaxşı əməllərindən götürülüb, məzluma verilir. Birdən zalimin heç bir yaxşı əməl olmasa, onda məzlumun pisliklərindən götürülüb, zalimin boynuna yüklənir. Eşitmişik ki, sənin bütün rəftarın zöhdə əsaslanır. Zöhd nədir? Zöhdün ən yüksək dərəcəsi təqvanın ən aşağı dərəcəsidir. Təqvanın ən yüksək dərəcəsi isə yəqinin ən aşağı dərəcəsidir. Yəqinin ən yüksək dərəcəsi də Allahın rizasının ən aşağı dərəcəsidir. Allahın kitabına əsasən zöhd odur ki, əlinizdən çıxan şey üçün narahat olmayıb, əldə etdiyinə də sevinməyəsən. Sizcə əməllərin ən gözəli hansı? Ən gözəl əməl Allahın bəyəndiyi işdir. Allah və Peyğəmbəri tanımaqdan sonra ən gözəl iş dünyadan uzaq olmalıdır. Bunun isə bir çox növü var. Günahların da müxtəlif növü var. Allaha qarşı edilən ilk itaətsizlik təkəbbür olur. Onu da iblis etmiş, Allah əmrindən boyun qaçıraraq kafir olmuşdur. Sonra həsəd gəlir. Onu isə Adəmin oğlu edib. Qardaşına həsəd edərək onu öldürdü. Qadın sevgisi, dünya sevgisi, mənsəb sevgisi, rahatlıq, danışıq, elm və mal-dövlət sevgisi də bundan irəli gəlir. Bu 7 xislətin hamısı dünya sevgisində cəmlənib. Hətta Peyğəmbər və alimlər buyururlar ki, bütün xətaların mənbəyi dünya sevgisidir. Yəni, mənimlə qohumluq əlaqəsini kəsib haqqımı tanımayan, hakimiyyətimi qanunsuz sayan sənin atan oldu. Gördüyün kimi Allah da başına boyunu açdı. Həm yerdə, həm də sizin özünüzdən nə müsibət üz verirsə, biz onu yaratmamışdan qabaq lövh-i məhfuzda qeyd etmişdik. Həqiqətən bu Allah üçün asandır. Bu əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün sevinməməyiniz üçündür. Allah heç bir öyünən təkəbbürlünü sevmir. Sizə yetişən müsibətlər özünüz qazandığınız günahlara görədir. Bu zülm edən şəxsə aiddir, zülm olunana yox. Kaş mənim Bədirdə öldürülmüş dədə babalarım burada olub bu şirin xatirələri görərdilər. Sevindiklərindən dərilərinə sığmaz, sonra da deyərdilər, var ol Yezid. Biz onların ən seçilmiş ağalarını öldürüb, Bədirdəki qisasımızı aldıq. Haşim hökumətlə oynadı, Haşim hökumətlə oyun oynadı. Nə bir xəbər, nə də bir vəht gəlməmişdi. Heç bir vəht gəlməyib. Sonra deyirsiniz ki, kaş Hüseyin öldürülməzdi. Həmzənin ciyərini yeyən arvadın nəvəsindən nə gözləmək olar? Haq ciyərlər çeynəyənin babasından nə gözləyirsən? Əti şəhidlərin qanı ilə artan adamdan nə gözlənilər? Biz əhli beytlə necə rəftar eləməlidir? Bizə ancaq düşmən gözü ilə baxar. Sonra da utanmadan arsızcasına deyir ki, kaş dədə babalarım burada olub sevinə və mənə deyərdilər, var ol Yezid.
Sən Əba Əbdullahın, cənnət cavanlarının ağasının dişlərinə vurursan, çubuğunla onu döyəcləyirsən, Allah özü sənin elədiklərinin cəzasını versin. Bədrin əvəzini Kərbəlada çıxdıq. And olsun Allaha, çox pis iş gördün. Mühəmmədin nəslini qırmaqla özünə təsəlli verirsən. Əbdülmütəllib nəslindən olan parlaq ulduzları. Mən sənin cahil dədə babalarını arzulamağına qətiyyən təəccüblənmirəm. Vallahi Yezid, sən də onların getdiyi yerə gedəcək. Arzulayacaqsan ki, kaş şirkar olaydın. Dediklərini deməz, elədiklərini eləməzdin. Kəs səsini, Allah qardaşın kimi sənin də üzünü qara eləsin. Üzü qara ancaq sən oldun. Yalnız özünü rüsva elədin. Balalarının qanını tökdüyünə görə, əhl-i beytinin hörmətini qorumadığına görə mütləq Rəsulallahla üzləşəcəksən. Onda Allah onların qisasını səndən alıb haqlarını bərpa eləyəcək. Allah yolunda öldürülənləri heç də ölü zənn eləmə. Əksinə diridirlər və onlara Rəbbi yanında ruzu verilir. Bizim aramızda yalnız və yalnız qılınc hökmədir. Danışmağın heç bir mənası yoxdur. Allahın aramızda hakim, Mühəmmədin sənə düşmən, Cəbrailin isə bizə dayaq olması kifayətdir. Onda səni müsəlmanların üstündə hakim qoymuş şəxs biləcək ki, hansımızın vəziyyəti daha pis və hansımız daha zəifik. Bunun ağzından çıxan bu sözlərə bir bax. Onları dinləməkdənsə ölüm daha rahatdır. Görürsünüz, görürsünüz. Əgər bu qadın mənə dediklərini Bizans imperatoruna desəydi, ona neylərdi? Cavab verin, onun dara çəkilməsini əmr etməzdimi? Dediklərim məni əsla qorxuda bilməz. Mən səni çox alçaq hesab eləyirəm. Vəzifənə, danlağına məhəl qoymuram. Gözüm qan ağlayıb, ciyərim parçalanır. Allahın pak ordusunun qovulmuş şeytanpərəstlər tərəfindən qətlə yetirilməsinə çox təəccüb eləyirəm. İndi sevinsən də tezliklə ziyanda olduğunu görəcəksən. Onda yalnız elədiyin əməllərin əvəzi veriləcək və Rəbbin bəndələrə əsla zülm eləməz. And olsun ki, səni də qardaşına qovuşduracağam. Ağam, əgər onu öldürsən vəziyyət gərginləşər, cəmaat əleyhinə qalxar və işlər istədiyi kimi olmaz. Vay olsun ona! Yoxsa onların başına bir oyun açardım ki, heç bir sultan öz rəiyyətinə qarşı Biz etməyib. sənin rəiyyətin deyilik. Nə bilirsən, nə bacarırsan, nə istəyirsən elə getir. And olsun ki, bizim adımızı batıra, vəhyi məhv eləyə və elədiyin alçaqlığı boynundan ata bilməyəcəksən. Sənin hökmün, hakimiyyətin müvəqqətidir, ağalığın ötəridir. Carçı nida eləyib, Allahın lənəti olsun zalimlara deyəcəyi gün... Kəsin onun səsini! Allah dilini kəssin! Kəsin səsini! Sakit ol bibi. And olsun Allaha ki, sən başa düşməyəni də başa saldın. Bu gənci mənə pay ver ağam. Ona elə bir işgəncə verir ki, sənə itaət eləməyi öyrənsin. Sənə də, ağana da lənət olsun alçaq. Bu mənim olar. İstəsəm səni ona verərəm. Vallahi sənin buna haqqın yoxdur. Onda gərək İslamdan çıxıb, başqa bir dinə itaət eləyəsən. Mən səni elə-belə də güman eləyirəm. Bəs nəyə görə bunu cəmaata açıq-aşkar bildirmirsən? Dindən çıxan sənin atan və qardaşın olub! Sən və atan Allahın və cəddimin dininə hidayət olunmusuz. Əgər müsəlmansansa... Yalan deyirsən, ey Allahın düşməni! Allahın düşməni? Vallahi sən zalim hakimdən başqa bir şey deyilsən. Zülm edib hakimiyyətinə güvənirsən. Küfür edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman eləməsinlər. Əslində biz onlara möhlət veririk ki, onlar öz günahlarını artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardı. Uca və əzəmətli Allah doğru buyurmuşdu. Bizə 6 özəllik, 7 fəzilət verilib. Bizə elm və helm, ağalıq və fəsahət, şücaət və möminlərin qəlbində məhəbbət verilib. Fəzilətlərimiz də odur ki, seçilmiş Peyğəmbər bizdəndir. Doğru danışan Cəfəri Təyyar bizdəndir.
Allahın və Peyğəmbərin şiri bizdəndir. Həsən və Hüseyin bizdəndir. Və ümmətin hidayət edicisi də bizdəndir. Ey cemaat, məni tanıyan tanıyır. Tanımayana da indi öz əsl nəslimi tanıtılaram. Mən Məkkə oğluyam. Mən Zəmzəm və Səfanın oğluyam. Mən Rəsul-i Əkrəmin oğluyam. Mən ən gözəl bəndənin oğluyam. Mən ən gözəl seçilmişin oğluyam. Mən ən gözəl təvaf və səy edənin oğluyam. Mən ən gözəl həcc edib ləbbeyk deyənin oğluyam. Mən Buraqla asimana gedənin oğluyam. Mən gecə ikən Məscid-ül Həramdan Məscid-ül Əqsaya aparılanın oğluyam. Mən Cəbrailin Siddətül Müntəhaya apardığı şəxsin oğluyam. Mən yaxınlaşıb daha yaxın olanın, beləliklə də onunla Peyğəmbərin arasında 2 kaman və ya daha az məsafə qalan şəxsin oğluyam. Mən mələklərin onun arxasında namaz qılan şəxsin oğluyam. Mən uca Allahın vəhy etdiyi şəxsin oğluyam. Mən Mühəmməd Əl-Müstəfanın oğluyam. Mən Əli-i Mürtəzanın oğluyam. Mən La ilahə illallah deyənə dək ən pis insanlarla döyüşənin oğluyam. Mən Rəsul Allah'ın huzurunda 2 qılıncla, 2 nizeylə vuruşanın oğluyam. 2 dəfə hicrət və 2 dəfə beyyət edənin, Bədir və Hüneyndə vuruşanın oğluyam. O bir anda olsun Allah'a şərik qoşmadı. Mən Cəbrailin kömək etdiyi, Mikailin yar olduğu şəxsin oğluyam. Mən müsəlmanların namusunu qoruyanın oğluyam. Zülmükar, əhdin danan, xəvarizlə vuruşanın oğluyam. Düşmənlərinə öyüd verməyə çalışanın oğluyam. Allahın və Peyğəmbərin dəvətin möminlər arasında ilk qəbul edənin oğluyam. İlk müsəlmanın, müşrikləri qıranın, münafiqlərə tərəf atılmış Allah oxu olanın oğluyam. Abidlərin hikmət dili olanın oğluyam. Allah dininə kömək edənin, Allahın vəlisinin, elminin daşıyıcısının oğluyam. Alicənab, səxavətli, əbtəhi və razi, dözümlü, bütləri qıran, əhzabı dağıdanın oğluyam. Onları pərən-pərən saldı, qırıb məhv elədi. Axırlarına çıxdı. O güclü aslan idi. Döyüşlərdə pəhləvanlar onu gördükdə qaçıb gizlənməyə yer axtarırdılar. Yenilməz qəhrəman idi. Təhcə Hicazda yox, İraqda da. Məkkə və Mədinəli